Sərxan, bax sizin fikrinizcə adam özündə yeni vərdiş yaratmaq və ya bəyənmədiyi köhnə pis vərdişini tərk etmək üçün nə etməlidir? Düşünürəm ki, bu sualın cavabı elə bu kitabda gizlidir. Müəllif bu suala 4 maddə ilə, 4 qayda ilə cavab verir. Qaydalardan birisi odur ki, biz qazanmaq istədiyimiz vərdişi görünən etməliyik. 2. Həmin vərdiş cazibədar hala gətirməliyik. 3. O vərdişi rahatlaşdırmalıyıq. Və 4. Həmin vərdiş nəticəsində biz məmnun qalmalıyıq. Eyni zamanda biz hər hansısa bir vərdişi tərk etmək istəyiriksə, bayaq sadaladıqlarımın tam əksini, antonimini eləməliyik. Yəni, əgər tərk etmək istəyiriksə, onu görünməz vəziyyətə gətirməliyik. Mümkün qədər onu az görməyə çalışmalıyıq. 2. Onu bu dəfə cazibədar yox, bizi sanki o hərəkətdən diksindirəcək hala gətirməliyik, uzaqlaşdırmalıyıq. 4. Rahat yox, çətin olmalıdır və nəhayət məmnun edici yox, bizi üzən vəziyyətə gəlməlidir. Məsəl üçün bir nümunə verəcəm. Tutaq ki, biz hər hansısa bir pis vərdişi, məsələn, siqaret çəkməyi tərk etmək istəyirik. Nə eləyəcəyik? Siqareti əl çatan yerdə saxlamayacağıq. Biz maşın sürücüsüyüksə, siqaret qutusunu arxa yük bagajına qoyacağıq. Hər dəfə onu götürmək bizə əziyyətli gəlsin. Televizora baxmaq vərdişimiz varsa, hər dəfə televizora baxdıqdan sonra televizorun idarəçisinin içindəki batareyalarını çıxaracağıq və kənara qoyacağıq. Hər dəfə televizora baxmaq üçün biz onu yenidən taxmaq bizə çətin gəlsin. Yəni bu proses bizim üçün çətinləşsin. Və məsəl üçün bir nümunə verim. Amerikada məşhur bir biznesmenlərdən birisini eləyib, özündə səhər 6-da erkən qalxmaq vərdişini yaratmaq üçün hər gün növbəti gün üçün bir post planlayır. Əgər sən bu paylaşımı görürsənsə, deməli mən yatıb qalmışam. Şərhə ilk yazan 5 nəfərə 5 manat göndərəcəm, 5 dollar göndərəcəm. Və məcbur həmin paylaşım paylaşılmasın deyə o 6-ya 5 dəqiqə əvvəl durur, 6-ya 5 dəqiqə qalmış əvvəl durur və həmin paylaşımı öz sosial şəbəkəsindən silir. Silmədiyi halda post paylaşılır və ora şərh yazan 5 nəfərə 5 dollar göndərməli olur və ümumilikdə 25 dollar itirir. Yəni insan bəzən bir vərdişi qazanmaq və yaxud da bir vərdiş tərk etmək üçün özünü məcbur eləməli. Yəni rahat belə divanda, kresloda oturaraq müsbət vərdişlər qazanmaq və yaxud da ki, bəyənmədiyimiz vərdişi, alışqanlığı tərk etmək olmur təəssüf ki.